Belə bir maraqlı tənliyin həllinə baxaq. X və Y həqiqət edilərdir. X kvadrat üstəgəl x y üstəgəl y kvadrat bərabər 0. X y tapın. Tənliyə baxsaq görərik ki, tənliyi x-dan asılı kvadrat tənlik şəklində yaza bilərik. X kvadrat üstəgəl yx üstəgəl y kvadrat bərabər 0. Bu tənlikdə mən x-i tapmağa çalışsam, x-imiz nəyə bərabər idi? X bərabər idi -b plus minus kök altında diskriminant bölünsün 2a-ya, düzdürmü? Burada bizim b-imiz y-ə bərabərdir. Bizim c-miz y kvadratdır. Bizim a-mız da 1-ə bərabərdir. Yerinə yazsaq, x bərabər olacaq -b, yəni -y üstəgəl çıxılsın. Kök altında b kvadrat çıxılsın 4ac diskriminantımız, yəni y kvadrat b kvadrat çıxılsın 4ac, yəni 4 vurulsun 1 vurulsun y kvadrat 4y kvadrat bölünsün 2a, a-mız 1 olduğuna görə bölünsün 2. Yəni x-imiz bərabər olacaq -y üstəgəl çıxılsın kök altında -3y kvadrat bölünsün 2. İndi biz x və y-in həqiqi ədədlər olduğunu bilirdik. X və y həqiqidirsə, o zaman bu kök altılı ifadə nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Yəni kök altında -3y kvadrat böyükdür 0, böyük bərabər də ola bilər. O zaman kökün altındakı ifadəmiz mənfi ədəd ola bilməz. Yəni -3y kvadrat böyük bərabər 0 olacaq. Hər tərəfi mənfiyə vursaq 3y kvadrat kiçik bərabər 0. Hər tərəfi 3-ə bölsək y kvadrat kiçik bərabər 0 alarıq. Biz bilirik ki, ifadənin kvadratı həmişə ya müsbətdir, ya da 0-a bərabərdir. İndi y kvadratımız mənfi ədəd olmayacağına görə yeganə hal o qalır ki, y-imiz 0-a bərabər olsun. Deməli, tənlikdə y-imiz 0-a bərabərdir. Verilən bu tənlikdə y-in əvəzinə 0 qoysaq, alarıq x kvadrat üstəgəl 0 üstəgəl 0 bərabər 0. Yəni x kvadrat bərabər 0. Buradan da x bərabər 0 alarıq. X-imizin də qiyməti 0-dır. O zaman x-y hasilimiz 0 vurulsun 0, yəni 0-a bərabər olar. Doğru cavabımız 0-dır.